İllərdir mühafizə olunan Atatürk'ün 19 nəfərlə 19 may 1919-cu ildə İstiqlaliyyət müharibəsini başlatdığı Samsun şəhərindən bu haqda sizə məlumat verəcəm. Samsun Böyükşəhər Bələdiyyəsi tərəfindən gəmi 2008-ci ildə yenidən canlandırılmışdı. Gəminin və heykəllərin xəsarət almasının qarşısını almaq üçün bura giriş qadağan idi. Yalnızca uzaqdan baxmaq mümkün idi. Yalnızca bu gün şansıma tədqiqat məqsədi ilə izləyicilərə açılmışdı bura. Heykəllərin üzərindəki geyimlər dondurulma texnikası ilə işlənib. Yəni geyimlərin hər biri əsl real həyatda gördüyümüz, geyindiyimiz paltarlardır. Sadəcə dondurulmuş versiyada. Bəs sizin tarixi gəmi müzeyi haqqında düşüncələriniz nələrdir? Zəhmət olmasa şərh bölməsində bildirin.